Bir neçə ay davam edən tətil zamanı boş vaxtımızı ictimai işlərə sərf etdik. Türk hissəsində qiraətxana, kitabxana, teatr təşkil etdik. Müfrəqat vəqf edilmiş şeylər, mal, mülk və s. öz xüsusi əmlakına çevrilmiş mollalarla çarpışaraq aşağı məsciddə özümüzə bir hücrə alıb müəllim tutduq. Türkcə savadımızı artırmağa çalışdıq. 1905-ci il inqilabı bütün türklər üçün intibah dövrü oldu. Bakıda türkcə qəzetlər çıxır, hər yerdə cəmiyyətlər, məktəblər açılır. Türk işçiləri də inqilaba sarılmağa başlamışdı. Bu yeniliklər bizi sevindirir, kar məmurlarını da əndişəyə salırdı. Şeytanət toxumu, hilə, fitnə, fəsad toxumu səpməyə başladı. Bunun nəticəsi olaraq Bakıda erməni-türk çarpışması baş verdi. Bu acı hadisə haman hər yerdə əks etdi. Hər yerə əks etdi. Türklə ermənilər bir-birinə qarşı etimadsızlıq bəsləməyə başladı. 1905-ci ilin yayında Şuşada vuruşma düşdü. Polis və hökumət əskərləri bu düşmənçiliyə qarşı laqeyd qaldığı üçün xalq bir-birini qırır, bir çox evlər yıxdıqdan sonra barışdılar. Bu axmaq düşmənçiliyin nəticəsində əldə nə edildi? İki tərəf də xəraba məhəllələr, ölü, yaralılar və yetim qalmış çocuklardan başqa bir şey qazanmadı. Türk hissəsində xəstəxana olmadığı üçün doktor Kərim bəy Mehmandarovun təşəbbüsü ilə xəstəxana açılıb, türk yaralılarını oraya topladılar. Yetimlərə məktəb açmağı da Kərim bəy mənimlə bir yoldaşıma tapşırdı. Məktəb təşkil edib dərsə başladıq. Ağdamdan türklərə kömək gəldiyi üçün birinci vuruşmada iki xalqın heç biri digərinə üstün gəlməmişdi. Bundan məmnun qalmayan Daşnak təşkilatı bu dəfə böyük hazırlıq görməyə başladı. Kəndlərdən şəhərə adam gətirilib, silahlanır, yeni səngərlər yapılır, qədim toplar belə işə salınmağa hazırlanır. Şuşa ilə Ağdam yolundakı Əsgəran keçidi də keçilməz bir hala salındı. Türklər də silahlanıb, pirinçdən top tökür, səngər yapırdılar. Ətraf erməni kəndləri olduğu üçün türk hissəsi mühasirədə qalıb acılıq keçirirdi. 2 aylıq mühasirədən sonra hökumət qoşunu gəlib Əsgəranı topladı, yol açıldı. Bakıdan göndərilən iyanə unları şəhərə gəlib cəmaatı acılıqdan qurtardı. Barışıq olar olmaz türk hissəsinə ilk gələn erməni sənətkarları və yoxsulları oldu. Bunlar həyatlarını türk arasında işləyərək təmin edirdilər. Bəlli oldu ki, türk yoxsulu kimi erməni yoxsulu da acımış. Erməni-türk düşmənçiliyini körükləyən burjuaziya isə çox gözəlcə yaşayırmış. Şəhərin təhlükəli vəziyyətindən doğan acılığa bir də ailə acılığı əlavə olundu. Atam xəstələnib Ağdamdan gəldi. Atam xəstələnərsə necə olacaq deyə illərdən bəri məni həyəcanlandıran qorxu bugün bir əmr vaqe olmuşdu. Atam qoca olduğu üçün tez-tez xəstələnərdi və xəstə olduğu zaman bir fars məcmuəmiz vardı. Onu açdırar və çox sevdiyi bir şeiri oxutdurardı. Ataş kimi binəm, ey yaran, zidur, uzaqdan ey dostlar, ataş görürəm. Deyə başlanan beytlər oxunarkən atam ağlar, xəstəliyi yüngüllənərdi. Bu dəfə xəstəliyi o qədər ağır idi ki, sevdiyi şeir belə yadına düşmürdü. 1906-cı il fevralın 20-sində atam vəfat etdi. Xeyir-şər otağında ikinci şər məclisi quruldu. Anam, bir kiçik bacım və qardaşımdan ibarət bir ailə himayəmə keçdi. Özüm də 5-ci sinifdə ikən məktəbdən məhrum olunmuş bir gənc, həyati təcrübəm yox, pulum yox, sənətim yox, çıxılmaz bir vəziyyətə düşərək bədbin və hövsələsiz idim. Anam mənə ürək-dirək verirdi. Allah kərimdir deyirdisə də bu sözlərdən daha da acıqlanırdım. İlk əvvəl Ağdamdakı dükanını satmalı idim. Bazarın başına getdim. 2 boş neft fıçı boçkası yüklənmiş bir ağ araba gedirdi. 6 şahı verib mindim. Araba getdikcə fıçılar atılıb düşürdü. Fəna qoxu başımı gicəlləndirirdi. Düşüb piyada getməkdən başqa çarəm yox idi. Yol uzunu erməni və türklər tərəfindən yandırılmış evlərə, karvansaralara tamaşa edirdim. Canavara dönmüş insanlar abadanlıqları kör qoymuşdu. Abadanlıqları
kör qoymuşdu. Bütün günü yol gedib axşam çağı Ağdama çatdıq. Bir-iki gün qalıb dükana müştəri axtardığım halda xəstələnib Muradbəylidə yaşayan bibimin evinə getdim. 2 ay yatalaqdan yatdım. Özümü bilmirdim. Hərdən bir-iki dəqiqəliyə ayılıb ətrafı süzür, təkrar böhtə gedirdim. Bir gün soyuq havada bağların arasında kəndlilərlə əlləşdiyimi duydum. Yataqdan qaçmış imişəm. Dalğın zamanlar gözümə qəribə şeylər görünürdü. Divlər məni təpiklə vurub un çuvalına soxurdular. Nimçədə mənə qarpız gətirilirdi. Anam ağacın budağında oturub məni çağırırdı. Getmək istədikdə buraxmırdılar. 2 aydan sonra məni şəhərə gedənin birisinə qoşub evimizə göndərmişdilər. Sonralar eşitdiyimə görə bibim sağalacağımdan ümidini kəsib məni Şuşaya ölmək üçün göndərirmiş. Anamın məni necə qarşıladığını xatırlamıram. Ancaq indi tez-tez ayılır, ətrafımdakiləri tutqun da olsa sezirdim. 3 ay daha yataqda qaldım. Anam yastığımın yanına kəsdirib mənə baxır, məni bəsləyirdi. Bir gün yeməyimi verib yarım saatlığa getdi. Mən də yuxuladım. Yuxuda gördüm ki, artırmamızda bir çıraq var. Kimsə mənə dedi, bu çıraq 3 idi. İkisi sındı. Bu sözləri eşidər-eşitməz o biri çıraq da düşüb sındı. Ayıldım. Anam gəlmişdi. Yuxunu ona anlattım. Bir söz demədi. Bir müddət sonra yaxınlaşıb artırmaya çıxmışdım. Yaxşılaşıb artırmaya çıxmışdım. Anam yanımda idi. Dedi. Bir ay əvvəl gördüyün yuxu yadındadırmı? O günü dayın öldü. Mən də yarım saatlığına onun təziyəsinə getmişdim. Bir çırağımız qalmışdı. O da söndü. Deməli babamın son oğlu da ölmüşdü. Anam məni rahatsız etməmək üçün xəbəri sezdirmir, acı kədərini sustururmuş. Çox zəif olduğum üçün gündə 1 saat gəzib evə dönür və artırmada otururdum. Bu artırmada nələr düşünməzdim. Əlifbamızın qüsurlarını duyaraq 29 yeni hərf icad etmiş, bunun ətrafında çalışırdım. Yeni rəsm mövzuları arayırdım. Xəstəliyim getdikcə yaxşılaşırdısa da, özümdə təqib olunmaq maniyası duyurdum. Mənə belə gəlirdi ki, məni nə üçünsə öldürmək istəyirlər. Bu vasvasalıq mənə rahatlıq vermirdi. Bir gəzməkdən dönərkən dərəqıraqlı bir sərsəriyə rast gəldim. Üzünə baxar-baxmaz, bu adam məni öldürəcək deyə başıma bir fikir doldu. Ehtiyatla evə döndüm. Anamın israrına baxmayaraq 10 gün evdən çıxmadım. Bir də atışma başladı. İkinci Erməni-Türk vuruşması düşdü. General Qalaşsapov da kazakları ilə bərabər daşnaqlara kömək edirdi. Top və tüfəng səsindən qulaq tutulur, yanan məhəllələrin işığında gecələr iynə saplanılır. Bu dəhşətlər arasında hər şeylə bərabər vasvasılığımı da unutdum. Bir çox adam qırıb ev yandırdıqdan sonra yenə sülh oldu. Yenə riyakar andlar içildi. Keşiş məscidə, molla kilsəyə gedib, əməkçiləri yalan sözlərlə uyudub dağıldılar. Doktor Kərim bəy Mehmandarov bir xəstəxana təşkil edib türk yaralılarını müalicəyə başladı. Tələbələri də xəstəxanaya işləməyə çağırdı. Evi tərk edərkən yenə vasvasılıqdan həyəcanlanmağa başladım. Yenə dərəqıraqlının sərt siması gözlərimin qabağından çəkilmirdi. İstər-istəməz məndə bir arzu əmələ gəldi. Dərəqıraqlı heç olmasa yüngül yaralanaydı. Ona xəstəxanada qulluq edəydim, mənə dəyməyəydi. Xəstəxanada əynimə ağ don geyib, birinci yaralılar otağına girdikdə dərəqıraqlını yataqda gördüm. Gözünün biri bağlı idi. Sevinç içində ona yaxınlaşıb dedim. Gözünə nə olub? Qorxma, yaxşı eləyərik. Dərəqıraqlı gülümsənərək dərdini anlattı. Dum-dum gülləsinin qabığı qopub sol gözünün üstünə girmişdi. Artıq bu adam məni öldürməyəcək deyə nə qədər sevinmişdim. Payız düşür. Duman ətrafı bürümüş. Sarıya və qırmızıya donanmış ağaclar kədər saçır. Varlı türk tələbələri çəkilib o biri şəhərlərə getmiş, yalnız yoxsul balaları köçdən ayrı düşmüş quşlar kimi çırpınırdı.
Təhsilimizi tamamlamalı idik. Oxumaq həvəsi bizi sarsıdırdı. Bakıda yoldaşlarımdan birinə məktub göndərib vəziyyəti anlattım. Neçə gün keçməmiş bir telegram alıram. Kərim bəydən 20 manat yol xərci al, gəl. Bakıya deyil, mənim üçün yeni başlayan elm və mədəniyyət aləminə gedirdim. Nə sevincli dəqiqələr idi. 11 fevral 1936-cı il.